Azərbaycanda bugün hava şəraiti çiskinli, soyuq olacaq. Bu haqda Yeni Sabah A Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bulutlu olacağı, ara bir tutulacağı, amma əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq səhər bəzi şəhər ətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, ara bir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.